Şoka salacaq qardaşım. Blue City-ni görürsən, cəmi 38.700 manat ödəyərək sənə qardaşım Padmayak 78 kvadrat edə, düzdür şarbalar? 78 kvadrat balkon qardaşım. Hər iki otağa giriş çıxışı möhtəşəm sənə ev təqdim edirəm. Gəl bura. Bu sənin burada deyəsən qutuna da salmaq olar. Otaq kimidir. Belə istəsən buranı 3 otaq da eləyə bilirsən. Yəni qanuna. Gəl bura orada qalma. Gəl bura bir dənə zala var. Futbolmu, stadion? Futbolmu, pomesheni? Yəni sənə nə deyim, sən başqa nə danışın? Bura əldən çıxara biləcəyin bir variant deyil. Çünki Blue City xırdalanı artıq gözü bəbəyinə çevrilir. Çox möhtəşəm yerdir. Bu sənin üçün bir otağı çəkdik. Gəl bura. Gəl, indi mən sənə növbəti bir dənə otaqda təqdim edirəm. Bir yağ balkondan göstərdiyim ikinci çıxış. Buranı mənim fikrimcə buranı mətbəx eləmək olar. Bura yaxşıdır mətbəxçi. Hamam sanzer, sanzer hamam. Niyə elə dedim? Qəbul edək. Hamam sanzer sağda bir. İstəyən də olsa, qəbul et. Bax, buranı qaladovka da eləyə bilər. Yəni şkaf falan da yığa bilər. Belə də eləyə bilər. Gəl bura, mən balkondan xoşum gəldi. Gəl bura. Qardaşım mənim, cəmi 38.700 verir. Aylıq 1000 manat. Aylıq 1000 manat. 1002 manat, 1001 manat. Bax belə. Ödəməklə bu gördüyün Blue City-də bu evə sahib ola bilər. Evimizin nağd qiyməti bax, ipotekaya yararlıdır. Çünki bilirsən niyə yararlıdır. İpotekaya yararlı. Sənədi sünədamsı yerində 38.700 verirsən, qardaş. Evin yəsinə çıxır, ay pulunu ödürsən, evi remont edirsən, gəlirsən, bax, qardaş, sayğaclarına qədər sıfıra çıxır. Qardaş, həm də ki, tam yaşayışlı binadır. Sənə başqa nə lazımdır? Cəmi 38.700-ə bu binada ev ala bilsən, nağd qiyməti 38.700 deyil. Kreditlədir. İlkin ödəniş 38.700 deyil. Nağd qiyməti Kərbəla nə qədər idi? 94.700. 94.700 manata gəlirsən, 78 kvadrat 94.700 verirsən, bu evi alırsan özünə. Kreditsiz yox, nağd qiyməti. Amma kreditlə cəmi 38.700 manat ödəməklə Blue City-də evə sahib ola bilərsən. Diqqətiniz üçün təşəkkürlər.